Vüsal müəllim, layihə başa çatandan sonra sərnişinlər konkret olaraq nə qazanacaqlar? Hansı komfortu hiss eləyəcəklər? Layihənin başa çatmağını mən iki mərhələyə bölərdim. Birinci, xəttlərin ayrılmasının tamamlanması. Bu, 11 aydan sonra baş verəcək məsələdir. Amma bu, bayaq da qeyd etdiyim kimi, sadəcə bu iki tunelin tikintisi deyil, bütövlükdə metronun transformasiyasının başlanğıcıdır. Sizin sualınıza konkret cavab olaraq... İki tuneldən başlayaq. Məsəl üçün, yaşıl xəttlər Dərnəgüldən Nizami metrosu stansiyasına qədər bizim hal-hazırda ən sıx intervalımız 3:30 dəqiqədir. Amma sentyabrdan sərnişinlərimiz daha qısa interval görəcəklər. Artıq burada 3 və hətta 3 dəqiqənin altında, yəni 20 yanvar Elmlər Akademiyası stansiyası bu hissədə ən çox sərnişin axını olan hissəmizdə artıq 3 dəqiqənin daha aşağısında biz interval təqdim edə biləcəyik. Bu hətta tikinti müddətində görsənəcək olan bir effekt olacaq. Amma layihə tamamlandıqdan sonra 11 aydan sonra nə baş verəcək? İki ayrı xətt müstəqil fəaliyyət göstərəcək. Cəfər Cabbarlı Xətai stansiyası arasında biz son dövrlərdə gördüyümüz işlər nəticəsində 8 dəqiqəlik interval düşmüşdük. Həmin artıq hissə Ağşəhərə xidmət göstərən əsas stansiyamız bizim hal-hazırda Xətai stansiyasıdır. 3 dəqiqə interval düşəcək. Yəni insanlar artıq 20 yanvar Dərnəgül istənilən istiqamətdən Xətaiyə qədər 3 dəqiqəlik intervalın hərəkət təmin olunacaq. Bu da ikinci özəllik. Üçüncü, 28 may stansiyasında bizim həmişə ən çox sərnişin qəbul edən ikinci stansiyamızdır. Və orada sərnişin axını kütlələri qarışır. Nə qarışır? İçəri şəhər istiqamətinə gedən sərnişinlərimiz, Dərnəgül istiqamətinə gedən sərnişinlərimiz eyni platformda dayanırlar. Məsəl üçün, qatarın qarşısında dayanıb, amma gələn qatar onun qatarı deyil, düşənlərə mane olur, minənlərə mane olur. Orada həmişə bizdə bir xaotik vəziyyət yaranır. Artıq bu ortadan qalxacaq. Yəni, ən çox yüklənən ikinci stansiyamızda sərnişin axını iki yerinə bölünəcək. Dərnəgül istiqamətində gedən sərnişinlərimiz artıq Cəfər Cabbardan istifadə edəcəklər. Orada olan sərnişinlər ancaq içəri şəhər istiqamətində olan sərnişin olacaqlar. Və faktiki olaraq 28 may stansiyasında belə biz bir rahatlıq yaratmış olacaq sərnişinlərin xidmətində. Əvvəlki o xaos olmayacaq. Əvvəlki o xaos artdan qalxacaq, interval azalacaq və bunun davamı ilə görəcəyimiz digər işlər ki var, digər 10 stansiyanın tikintisi ki başlayacaq və o tamamilə bütün şəkli dəyişəcək. Artıq Xətai stansiyası son stansiya olmayacaq, ondan sonra növbəti Ağşəhər istiqamətində 2 stansiyamız olacaq. Daha sonra Nargilə dairəsi adlandırdığımız ərazinin növbəti bir stansiya olacaq. Ondan sonra Həzaslanov stansiyasının yaxınlığında uzun müddətdir tikintisi yarımçıq qalmış. Həmin stansiya tamamlanacaq və nəticədə bir halqa formalaşacaq.